Xiyarlarınız hər il əyri çıxırsa, acı dadırsa, yarpaqları tez saralırsa və bütün zəhmətinizin axırında cəmi bir neçə salatlıq məhsul yığırsınızsa, problem təkcə toxumda olmaya bilər. Çox vaxt xiyarın dərdi yuxarıda deyil, aşağıdadır. Üstdən baxanda hər şey qaydasında görünür. Günəş var, hava istidir, su verirsiniz, gübrə də atırsınız. Amma köklər soyuq, ağır və havasız torpaqda oturursa, bitki normal işləyə bilmir. Xiyar zəifləyir, zoğlar ləng böyüyür, çiçəklər və balaca meyvələr tökülür. Sonra da həmin acı, əyri, qarmaq kimi xiyarlar əmələ gəlir. Məndə də illərlə belə olmuşdu. Yaxşı toxum alırdım, vaxtında sulayırdım, dibini yumşaldırdım, yemləmə verirdim. Amma nəticə yenə zəif idi. Tağlar güclü getmirdi, yarpaqlar tez saralırdı. Xırda xiyarların bir hissəsi böyümədən quruyub tökülürdü. Yığılan məhsul da həm az olurdu, həm də dadı istədiyim kimi alınmırdı. Sonra çox sadə bir üsulu sınadım. Xiyar əkəcəyim yerin altına təzə yaşıl ot qoydum. Üstünə malç kimi yox, məhz torpağın altına, köklərin işləyəcəyi qatın alt tərəfinə. Və fərqi elə birinci mövsümdə gördüm. Həmin il bilərəkdən 2 ayrı lək düzəltdim. Birini adi qaydada hazırladım. Sadəcə torpaq, suvarma və normal qulluq. O biri ləkin dibinə isə yaşıl otdan yumşaq qat qoydum. Sort eyni idi, əkim vaxtı eyni idi, suvarma da eyni idi. Ona görə nəticəni müqayisə etmək çox asan oldu. Əvvəlcə elə bil hər iki lək eyni gedirdi. Amma 2 həftədən sonra ot qatı olan yerdə xiyarlar açıq-aşkar irəli düşdü. Yarpaqlar daha iri, daha tünd yaşıl oldu. Tağlar gücləndi. Buğumların çoxunda yeni yumrular görünməyə başladı. Adi ləkdə də xiyar böyüyürdü, amma bitki zəif görünürdü. Yarpaqlar açıq rəngli idi. Yumrular az idi. Balaca xiyarların bir qismi saralıb düşürdü. Məhsul vardı, amma az-az. Yayın ortasına yaxın fərq artıq çox aydın idi. Adi ləkdən bir neçə xiyar yığırdım. Ot qatı olan ləkdənsə normal məhsul götürürdüm. Xiyarlar daha düz, daha bərk və daha şirin dadlı idi. Güclü acılıq hiss olunmurdu. O vaxt başa düşdüm ki, məsələ hansısa möcüzəli gübrədə deyil. Sadəcə ikinci ləkdə köklərə daha rahat şərait yaranmışdı. Torpaq aşağıdan biraz isti idi, nəm daha yaxşı saxlanılırdı. Köklər də qidanı daha rahat götürürdü. Xiyar üçün bu çox vacibdir. Xiyar istisevən bitkidir. Bizdə Azərbaycanda yay çox isti olur. Amma bu o demək deyil ki, xiyar hər şəraitdə rahat böyüyür. Yazda hava gündüz isti görünsə də, torpaq hələ soyuq qala bilər. Xüsusilə gecələr sərin keçəndə dağətəyi rayonlarda, küləkli yerlərdə və ya suvarmadan sonra torpaq tez soyuyanda kök stres yaşayır. Abşeronda külək torpağı qurudur. Aran rayonlarında yay istisi çox sərt olur. Dağlıq və dağətəyi yerlərdə isə gecələr sərinlik tez düşür. Yəni hər bölgənin öz çətinliyi var. Amma xiyarın istədiyi əsas şey dəyişmir. Kökdə istilik, torpaqda nəm, havalı struktur və vaxtında qida. Xiyar stresə düşəndə meyvə acılaşa bilər. Bu təkcə sortla bağlı deyil. Soyuq torpaq, susuzluq, qəfil isti, gecə soyuğu, zəif qidalanma, hətta nizamsız suvarma da acılığa səbəb ola bilər. Yaşıl ot qatı bu problemlərin bir neçəsini birdən yumşaldır. Təzə yaşıl kütlə torpağın altında tədricən çürüməyə başlayır. Bu zaman kök zonasını biraz isidir, nəm saxlayır və yavaş-yavaş qidaya çevrilir. Bunu elə təsəvvür etməyin ki, ləkin altında soba yanır. Yox, burada güclü istilikdən söhbət getmir. Amma xiyar üçün bəzən azacıq əlavə istilik və yumşaq nəmli mühit belə böyük fərq yaradır. Əsas məsələ bunu düzgün etməkdir. Belə qat üçün cavan yaşıl ot daha yaxşıdır. Gicitkən, zəncir otu, yonca, biçin otu, toxumsuz cavan alaq otları, çuğundur və kök yarpaqları. Bağda yığılan yumşaq yaşıl kütlə istifadə oluna bilər. Quru saman da faydalıdır. Amma onu daha çox torpağın üstünə malç kimi sərmək yaxşıdır. Lakin altına isə şirəli, yaşıl, tez çürüyən ot daha münasibdir. Gicitkən çox yaxşı seçimdir. Tez çürüyür, yaşıl kütləsi çox olur və xiyarın başlanğıc böyüməsinə kömək edir. Xiyar əvvəl güclü yarpaq və tağ yaratmalıdır.
Başlanğıc nə qədər sağlam olsa, bitki sonra istiyə, küləyə və məhsul yükünə bir o qədər yaxşı dözür. Zəncirotu da yararlıdır. Onun kökü dərin gedir və torpağın aşağı qatlarından müxtəlif elementləri çəkir. Həmin yaşıl kütlə torpağın altında çürüyəndə bu maddələrin bir hissəsi yenidən torpağa qayıdır. Yonca da yaxşı üzvi kütlədir. Amma burada bir şey düzgün başa düşmək lazımdır. Biçilmiş yonca artıq havadan azot toplamır. Bu proses canlı bitkinin köklərində gedir. Lakin altına qoyulmuş yonca isə sadəcə yaşıl gübrə kimi çürüyür və torpağı qidalandırır. Əlinizin altında başqa cavan ot varsa, ondan da istifadə etmək olar. Əsas odur ki, ot təmiz, şirəli və toxumsuz olsun. Burada çox vacib bir qayda var. Toxum bağlamış alaq otunu lakin altına qoymayın. Əgər toxumlu alaq otunu xiyar yerinə bastırsanız, özünüz, öz əlinizlə lakin içinə alaq səpmiş olacaqsınız. Sonra həmin otlar xiyar dağlarının arasında çıxacaq və onları təmizləmək çətin olacaq. Ayrıq otu, sarmaşıq kimi canlı kökləri olan alaq otlarını da qoymaq olmaz. Bunlar çox dözümlüdür. Torpağım altından yenə çıxıb bütün ləki basar. Yardım etmək istəyərkən özünüzə yeni problem yaratmayın. İndi isə üsulun özünə keçək. Əvvəlcə xiyar üçün isti, günəşli, amma çox sərt külək almayan yer seçin. Xiyar günəşi sevir, amma soyuq küləyi sevmir. Əgər şimal tərəfdə hasar, divar, kol və ya hündür bitkilər varsa, bu ləki biraz qoruyar, amma çox kölgə də lazım deyil. Xüsusilə yazda və yayın əvvəlində xiyar yaxşı işıq görməlidir. Aran rayonlarında iyul və avqustun qızmar vaxtında günortadan sonra yüngül kölgə zərər etməz, amma tam kölgədə xiyar zəif məhsul verir. Xiyarı keçən il balqabaq, qabaq, patison, yemiş və ya qarpız əkilən yerə əkməyin. Bunlar qohum bitkilərdir və bəzi xəstəlikləri ortaq ola bilər. Daha yaxşı olar ki, həmin yerdə əvvəl soğan, sarımsaq, kələm, lobya, noxud, pomidor və ya göyərti yetişmiş olsun. Sonra lək və ya ayrı-ayrı yuvalar hazırlayırıq. Təxminən bir bel dərinliyində, yəni 25-30 sm dərinlikdə torpaq qazılır. Çıxan torpağı kənara qoyun, sonra lazım olacaq. Otları qoymazdan əvvəl biraz doğramaq yaxşıdır. Lap xırda etmək şərt deyil, amma uzun gövdələri bellə, qayçı ilə və ya budama aləti ilə doğrasanız daha tez çürüyər. Yuvanın və ya xəndəyin dibinə yaşıl ot qatı döşəyin. Sıxılmış halda təxminən 15 sm kifayətdir. Amma otu o qədər basmayın ki, havasız, yaş, yapışqan kütlə alınsın. Belə olanda ot çürümə əvəzinə turşuya, pis qoxu verə bilər. Bizə bataqlıq lazım deyil, bizə yumşaq, nəmli, nəfəs alan qat lazımdır. Otun üstünə ilıq su tökün, mütləq ilıq su. Quyudan, arteziyan quyusundan və ya krandan birbaşa gələn buz kimi su xiyar üçün yaxşı deyil. Soyuq su həm torpağı soyudur, həm də torpaqdakı canlı prosesləri ləngidir. Su hopandan sonra otun üstünü torpaqla örtün. Üstdə normal torpaq qatı qalmalıdır ki, xiyar kökləri birbaşa təzə otun içində qalmasın. Əgər yaxşı çürümüş kompost və ya köhnə peyin varsa, onu torpağın üst qatına az miqdarda qarışdırmaq olar. Təzə peyini isə xiyarın altına qoymağı məsləhət görmürəm. Çürümüş beyin və ya hazır kompost başqa məsələdir. Təzə peyin isə çox güclü ola bilər. Gənc kökləri yandıra, torpaqda duzluluğu artıra, alaq toxumu gətirə bilər. Xüsusilə bizim bəzi bölgələrdə torpaq onsuz da ağır və duzlu olursa, təzə peyin işi daha da çətinləşdirə bilər. Lək hazır olandan sonra 1-2 gün gözləmək yaxşıdır. Torpaq biraz otursun, istilənsin, içindəki proseslər başlasın. Sonra ya ştil əkirik, ya da toxumu birbaşa yerə səpirik. Ştil əkirsinizsə, kökü dağıtmadan əkin. Xiyar kökünün çox oynadılmasını sevmir. Bitkini torpaq koması ilə birlikdə çıxarın, yuvaya qoyun, kənarlarını torpaqla doldurun və yüngülcə sıxın. Ştil normaldırsa, onu çox dərin bastırmağa ehtiyac yoxdur. Toksum səpirsinizsə, torpağın artıq isinmiş olmasına fikir verin. Soyuq torpaqda xiyar toxumu uzun müddət yatıb qala bilər, zəif cücərər, hətta çürüyə bilər. Torpaq isti və nəm olsa, cücərtilər daha sağlam çıxır. Əkindən sonra torpağın üstünü malçlamaq çox faydalıdır. Malç, torpağın üstünə sərilən qoruyucu qatdır. Xiyar üçün qurudulmuş ot, saman, quru biçin otu, çürümüş yarpaq istifadə etmək olar.
Qat təxminən 5 sm olsa kifayətdir. Amma malçı bitkinin gövdəsinə sıx yapışdırmayın. Gövdənin dibi hava alsın ki, çürümə olmasın. Malçın faydası çoxdur. Nəmi saxlayır, torpağı gün altında qabıq bağlamaqdan qoruyur, alaq otlarının çıxmasını azaldır və torpağın həddən artıq qızmasının qarşısını alır. Azərbaycanda yayda torpaq bəzən elə qızır ki, kök sanki nəfəs ala bilmir. Malç bu baxımdan çox kömək edir. Suvarma. Xiyar üçün ayrıca mövzudur. Xiyar suyu çox sevir. Amma bu o demək deyil ki, hər gün ləki palçığa çevirmək lazımdır. Torpaq daim nəm olmalıdır, amma bataqlıq olmamalıdır. Bir dəfə ciddi susuz qalan xiyar böyüməni dayandıra, yumruları tökə və meyvəni acı edə bilər. Xüsusilə isti küləkli günlərdə bu çox tez baş verir. Daha yaxşısı, az-az və səthi yox, torpağı dərin isladacaq şəkildə suvarmaqdır. Əgər damcı suvarma imkanınız varsa, xiyar üçün çox rahatdır. Yoxdursa, səhər tezdən və ya axşamüstü ilıq su ilə suvarın. Günün qızmar vaxtında yarpaqların üstünə soyuq su vurmaq düzgün deyil. Torpaq da fərqlidir. Qumlu torpaqda su tez gedir. Ağır gilli torpaqda isə nəm daha çox qalır. Ona görə suvarmanı təkcə təqvimə görə yox, torpağa baxaraq edin. Əlinizlə torpağı yoxlayın. Üstü quru ola bilər, amma aşağıda nəm varsa tələsməyin. Əgər kök zonası quruyubsa, suvarmaq lazımdır. Xiyar böyüməyə başlayanda ona azot lazımdır. Yaşıl ot qatı bunun bir hissəsini verəcək. Amma çiçəkləmə və meyvə dövründə bitkinin kalium və fosfora ehtiyacı artır. Meyvələrin yaxşı dolması, yumruların tökülməməsi və tağların uzun müddət məhsul verməsi bundan asılıdır. Kaliumun sadə mənbələrindən biri oduncaq külüdür. Amma kül ilə ehtiyatlı olmaq lazımdır. Kül təkcə qida vermir, həm də torpağın turşuluğunu azaldır. Yəni pH səviyyəsini yüksəldir. Bizim bir çox bölgələrdə torpaq onsuz da əhəngli və qələviyə yaxın olur. Belə torpaqlarda külü çox vermək xeyirdən çox zərər edə bilər. Külü yalnız təmiz oduncaqdan istifadə edin. Boyanmış taxta, plastik, rezin, faner və zibil yanığından alınan kül bağ üçün uyğun deyil. Sadə kül məhlulu hazırlamaq olar. Bir stəkan ələnmiş külü bir vedrə suya qarışdırın, biraz saxlayın və nəm torpağa verin. Bunu tez-tez etmək lazım deyil. Meyvə dövründə ara-sıra bitkinin ehtiyacı varsa kifayətdir. Əgər xiyar əyri böyüyürsə, səbəb təkcə kalium çatışmazlığı deyil. Nizamsız suvarma, soyuq gecələr, zəif tozlanma, bitkinin həddən artıq yüklənməsi, kök zədəsi və qida çatışmazlığı da buna səbəb ola bilər. Ona görə dərhal hər gübrəni tökmək lazım deyil. Əvvəl şəraiti yoxlayın. İndi formalaşdırmadan danışaq. Köhnə məsləhətlərdə çox vaxt deyilir ki, əsas gövdəni tez çimdikləmək lazımdır ki, yan zoğlar artsın. Bəzi sortlarda bu doğrudan da işə yarayır. Xüsusilə köhnə tip arı ilə tozlanan sortlarda meyvənin çoxu yan tağlarda əmələ gələ bilər. Amma müasir hibridlərdə bu qayda həmişə uyğun deyil. Partenokarpik, yəni tozlanmadan da meyvə bağlayan xiyar hibridlərinin çoxu istixanada və ya dayağa qaldırılaraq bir əsas gövdə ilə aparılır. Aşağıdakı zəif zoğlar və lazımsız yarpaqlar vaxtında təmizlənir. Ona görə hamıya eyni məsləhət vermək olmaz. Ən yaxşısı, toxum paketində yazılan sort xüsusiyyətinə baxmaqdır. Əgər köhnə tip arı ilə tozlanan sortdursa, çimdikləmə faydalı ola bilər. Əgər müasir istixana hibrididirsə, onu daha səliqəli şəkildə dayağa qaldırmaq yaxşıdır. Açıq sahədə xiyar torpaq üstündə sərbəst böyüyürsə, işi çox da çətinləşdirməyin. Əsas odur ki, əkin çox sıx olmasın, yarpaqlar hava alsın, meyvələr daimi nəm torpağın içində yatmasın. Tozlanma məsələsi də vacibdir. Partenokarpik hibridlər tozlanmadan da meyvə bağlaya bilir. Onları çox vaxt istixanada əkirlər. Amma arı ilə tozlanan sortlarda həşərat lazımdır. Əgər arı və digər tozlandırıcılar azdırsa, yumrular saralıb tökülə bilər. Tozlandırıcıları cəlb etmək üçün yaxınlıqda şüyüd, reyhan, keşniş, gülünbahar, nanə və ya başqa çiçəkli bitkilər saxlamaq olar. Bu, bütün zərərvericilərə qarşı möcüzəli qoruma deyil, amma bağ üçün faydalıdır. Həşərat çoxalır, tozlanma yaxşılaşır, sahə daha canlı olur. Xəstəliklərə də diqqət etmək lazımdır. Xiyarda ən çox rast gəlinən problemlərdən biri unlu şex xəstəliyidir. Yarpaqların üstündə ağappaq örtük kimi ləkələr yaranır. Sonra yarpaq saralır və quruyur. Bu çox vaxt yayın ikinci yarısında, gecələr sərinləşəndə,
Əkin sıx olanda və yarpaqlar yaxşı havalanmayanda baş verir. Qarşısını almaq üçün əkinləri həddən artıq sıx etməyin. Axşam soyuq suyu yarpaqların üstünə vurmayın. Köhnə, xəstə, saralmış yarpaqları vaxtında təmizləyin. Bitkini güclü saxlayın. Sağlam torpaqda böyüyən güclü xiyar xəstəliyə daha yaxşı dözür. Bəzi bağbanlar yumşaq üsul kimi soda və sabun məhlulundan, yaxud su ilə durlaşdırılmış süd zərdabından istifadə edirlər. Amma bunlar hər xəstəliyi müalicə edən möcüzə deyil. Xəstəlik çox yayılıbsa, təkcə xalq üsulları kifayət etməyə bilər. Ona görə ən yaxşısı profilaktikadır. İstilik, normal nəm, havalanma, təmiz lək və vaxtında qulluq. Məhsulu yığmaq da xiyarın məhsuldarlığına təsir edir. Xiyarı tez-tez dərmək lazımdır. İstidə hər gün ən azı 2 gündən bir yığmaq yaxşıdır. Əgər böyümüş xiyarları tağım üstündə saxlasanız, bitki elə bilir ki, toxum artıq yetişir və yeni yumru bağlamağı zəiflədir. Xiyarı əllə dartıb qoparmaq yaxşı deyil. Qayçı və ya bıçaqla, balaca saplaq saxlayaraq kəsmək daha düzgündür. Xiyarın kökləri sətə yaxındır. Tağı dartanda kök də zədələnə bilər. İndi isə məhsulu payıza qədər necə uzatmaqdan danışaq. Xiyar istilik, nəm və qida olduğu müddətdə məhsul verməyə davam edə bilər. Amma yayın sonuna yaxın gecələr sərinləşir. Məhz bu sərin gecələr bitkini birdən dayandıra bilər. Gündüz hələ isti olur, günəş var, yumrular görünür. Amma gecə temperatur düşür və xiyar stresə girir. Belə gecələrdən sonra yarpaqlar tez saralır. Yeni yumrular zəif inkişaf edir. Tağlar sanki dayanır. Ona görə mövsümün sonunda təkcə gündüz havasına yox, gecə temperaturuna da baxmaq lazımdır. Əgər soyuq gecə gözləndirsə, xiyar ləkini yüngül örtük materialı ilə örtmək olar. Şaxta gözləməyə ehtiyac yoxdur. Xiyar güclü sərinlikdən də əziyyət çəkir. Xüsusilə torpaq yaş və soyuqdursa, zərər daha çox olur. Örtük gecə bitkinin ətrafında daha yumşaq mühit yaradır. Səhər isə onu açmaq və ya ən azı havalandırmaq lazımdır ki, içəridə artıq rütubət yığılmasın. Soyuq gecədən əvvəl torpağın nəmini yoxlamaq faydalıdır. Biraz nəm torpaq istiliyi quru torpaqdan yaxşı saxlayır. Amma yenə də palçıq etmək lazım deyil. Soyuq havada artıq rütubət çürümə riskini artıra bilər. Avqustun sonu və ya sentyabrın əvvəlində yüngül sanitar təmizləmə də etmək olar. Köhnə saralmış yarpaqları, xəstə yarpaqları, artıq məhsul verməyən boş dağları götürün. Amma bitkini tam çılpaq qoymayın. Sağlam yaşıl yarpaqlar bitkini qidalandırır. Belə təmizləmə havalanmanı yaxşılaşdırır, köklərin yükünü azaldır və bitki gücünü köhnə yarpaqlara yox, yeni zoğlara və yumrulara yönəldir. Hava hələ isti qalırsa, xiyar bundan sonra ikinci məhsul dalğası da verə bilər. Əsas odur ki, mövsümün sonunda ləki başlı başına buraxmayın. Çox adam ilk sarı yarpaqları görəndə düşünür ki, xiyar artıq işini bitirdi. Amma kök sağlamdırsa, torpaq tam soymayıbsa, nəm varsa və soyuq gecələrdə bitki qorunursa, məhsulu bir neçə həftədə uzatmaq olar. Gəlin, üsulu qısa şəkildə yenidən xatırlayaq. Xiyar üçün isti, günəşli və küləkdən qorunan yer seçirik. Lək və ya yuva qazırıq. Dibinə toxumsuz, cavan, doğranmış yaşıl ot qoyuruq. Canlı köklü alaq otlarından istifadə etmirik. Otun üstünə ilıq su tökürük. Sonra torpaqla örtürük. Şitili və ya toxumu isinmiş torpağa əkirik. Üstünü malçlayırıq. İlıq su ilə suvarırıq. Nə quruduruq, nə də palçığa çeviririk. Meyvə dövründə ehtiyac varsa, ölçülü şəkildə yemləmə veririk. Xiyarları da tez-tez yığırıq. Bütün sir budur. Burada sehir yoxdur. Xiyarın istədiyi şey çox sadədir. İsti kök, nəmli torpaq, hava alan mühit və əlçatan qida. Yaşıl ot qatı bunları daha təbii şəkildə yaratmağa kömək edir. Bu üsul yaxşı sortu, suvarmanı, xəstəlikdən qorumanı və normal qulluğu əvəz etmir. Amma xiyarın böyüməsi üçün daha rahat başlanğıc yaradır. İmkanınız varsa, bu mövsüm bir ləki belə hazırlayın. Bir ləki adi qaydada edin, o birinin altına yaşıl ot qatı qoyun. Sonra yarpaqlara, yumrulara və ilk xiyarların formasına baxın. Fərqi öz torpağınızda görəcəksiniz.